Salam dostlar, bugün nə qarırıq? Rafin Cəfərov var. Onun videolarına reaksiya göstəririk. Yəni çox danışmayaq, yox danışaq. Abunə olmağı unutmayın dostlar kanala. Kanal təzədir. 45-46 abunəsi təzə olub. Dəstək verməyi unutmayın. Keçək videomuza. Xanım qabı götürə bilərəm. Paket eləyər sizdən. Qısa amma mənalı video olub. Paket eləyərsiniz də. Bax qardaşlar, bu yataq otağıdır. Belə bir hamam otağı, belə bir mətbəx. Burada qonaq otağı. Evi neçəyə verirsiniz? 300 manat. Şəhərin mərkəzində ev 300 manat. Hələ evi olan tələbələr də verir. Bəli. Tam soğuş mənbəyidir. Adam ölüb burada. Yox, nə adam? Hə, bildim. Evdə qaz, su, işıq yoxdur. Hər şey var. 1-2 aya bina sökürlər. Yox, təzə bina deyil, hara sökürlər. Bizdən əlavə burada 10 dənə insanı qalacaq, hə? Ay qardaş, hələ şey yoxdur. Sizdən başqa bu evdə heç kim qalmayacaq. Sadəcə olaraq kondisionerdən soyuducu yoxdur evdə. Pulunu bizdən çıxarsınız, hə? Narahat olmayın, hər şey özüm ödəyəcəm. Həlim indi kondisionerlə soyucunu qoydunuz deyə qiymət qalxmayacaq ki. Yox, qiymət eynidir. 300 manat. Olduq da. Hə, bax, evdə Wi-Fi var. Wi-Fi var, özü də ən surətlisindən. Sadəcə olaraq hamamda tutulur. Nə danışır ala bu? Ötürən yəni toyota getmiyor indi. Belə şey olar. Oha. Elədi bizi. Amma mənə versələr ki, şəhərin mərkəzində bir dənə 300 manatlıq ev var. Wi-Fi yoxdur evinizdə. Gəlib nöşk almıram ha. Buyurun, sizdə nə olacaq? Mən diyetə saxlayıram. Sizdə yağsız, glutensiz nə yeməklər var? Hə, bildi, ən sağlam sənsən. Hamı bildi, kaloriya zat sayırsan sən. Biz özümüzə baxmırıq, bir dənə sən baxırsan. Məncə insan sağlam olsa belə orada bir psixoloqa gedib məsləhətləşməyə yaxşıdır. Bildi, ən mental sağlam sənsən. Bir dənə sən adamsan, biz hamımız dəliyik. Bir dənə sən özünü düşünürsən. Ay cəmaət, halım pisdir, ürəyim tutub, kömək eləyin. Bildi, ən çox sən pissən. Ən çox sən ölürsən. Biz hamımız kef eləyirik, bir dənə sən pissən. Bura saçlarıma həmişə bu şampundan yükü, fresh və parlaq qalsın. Bildi, ən bomba bərbər sənsən. Ən yaxşısını sən bilirsən. Cəlal Şəngörün yaxşı bir dənə sözü var. Deyir, elm inanmaq deyil, sorğulamaqdır. Bildi, ən çox kitab oxuyan sənsən. Ensiklopediyasan sən. Sən kitab oxuyursan, biz oxumuruq. Aha, min ətrafında, ətraf mühitində belə adam yoxdursa, mənim də adım Baruf hoş deyil. Sizdə rəfin nə qədər olar? Bu nə xasiyyətdir səndə? Heç kimi bəyənmirsən, hamıya muz qoyursan, hamı pisdir, bir dənə sənsən yaxşı. Niyə görə özünü belə aparsan? Burat, sən özün fikirləşməmisən ki, bu xasiyyətin axırda sənə heç salam verən də olmayacaq. Biraz mehriban olsun, insanlarla nəvazişlə davransın ki, xəncərimin qaşı düşər. Bildi, ən mehriban sənsən. Sevgi yayarsan sən, xoşbəxtlik saçırsan. Hamı sənin başına and içməlidir. Həyatım, mən gəldim. Evə nə salmaq lazımdır, düşüm tez aldım. Bildik. Ən xeyirxah evlad sənsən. Sənsən ancaq evi düşünən. Oho, qəşəng videodur. Əla videodur. Bildik, yaxşı videodur. Bu nə videodur ola? Bu nə videodur? Mən boş atmadım bu videoyu. Cavan oğlan, bəlkə tanış olaq. Üzürlüsən xanım, mən tanış olmuram. Sən nəyə üzr istəyirsən ki, başa düşmədim. Güya sən indi mədənisən, hə? Yo, davay təzdən. Yaraşıq, bəlkə tanış olaq. Xanım, mən tanış olmuram. Sən adam kimi deyə bilmirsən ki, mən evliyəm. Qoy ifritə bilsin ki, sən yiyəsiz deyilsən. Təzdən. Ananıza gəlin lazım deyil. Xanım, anamın gəlini artıq var, mən evliyəm. Nəyə gülürsən, pətənək? Gülməli nəsə dedim mən burada. Ananın söhbətini niyə qatırsan ki? Deməli, anan olmasaydı, sən nömrəni verəcəydin, hə? Bu sənin son şansındır, mən sənə deyirəm. Davay, təzdən. Cavan oğlan. Dur, os. Dur, os. Kim var idi, belə stoykada deyəm. Sin! Necə sən ordasan? Gedib də futbol sürməyə. Bu dəfə güldürmə. Həqiqətən belədir. Niyə əziyyət çəkirdim? Mən özüm avtobusla gələrdim də. Avtobus nədir? Maşın var da, nə vaxt lazım oldu deyə gəlim səni evdən götürüm. Nə edirsən sən? Qapı açıram da. Niyə? Normalda oğlanlar qapı açır da qızı. Buyur, bu gülləri sən almışam. Bugün nəsə bayramdır? Yox, elə gül dükandan keçəndə içimdən gəldi. Elə belə? Hə də buradan. Deyir, birinci dəfə normal oğlanla sevgilisən. Yəni neçə dəfə normal olmayan oğlanla sevgili olun. Nə var ki? Çox sağ ol. Anacan, tanış ol, sevgilim Fidan. Fidan, anam Firəngiz. Ay, çox məmnun oldum, gözəl qız. Hə, mən də çox şad oldum. Sən məni niyə anamla tanış elədin ki? Adam sevdiyi qızı ailəsi ilə tanış eləyər də. Mən səni aləmdən niyə gizlədim ki? Götür, isti-istiyə. Mən nə qədər verməliyim? Bu qədər bəsdir. Qız nədir, pul ödəmək nədir? Brat, məni üzürlü sayın, mən
Geçək. Deyir evdə tək olanda çaydanik. O motoru var imiş. Vay nə də ala, danışmağı unutmuşam ya. Motoru var imiş çaynikin içində. Bekle ya. Artık ne yapmamız gerekiyor? Bu həqiqətən çox vaxt belədir. Deyir oğlanların anidən varlanmalı olduğu yadına düşən. Yəni çox vaxt belədir. Həqiqətən də belə olur. Fidan mənim saroçkamı hara qoymusan? Kravatın üstünə bax. Ha, niyə bu saroçka? Yoxdur axı burada heç nə. Görmürsən kravatın üstündədir. Ala. Yox idi axı bu burada. Hardan çıxdı bu? Hardadır ey bu pult? Pultu görməmsən. Divanın üstündədir. Ha, divan. Hardan çıxdı bu? Yox idi axı. Bunu necə edirsən? Həqiqətən belədir. Mən də bütün videolara deyirəm ki, həqiqətən belədir, həqiqətən belədir. Başqa nə reaksiya verim? Belədir də həqiqi. Məsələn, anadan istəyirsən mənim corabımı, deyir get çıx yuxarıda şkafda var. Baxın görsə şkafda bir dənə corab yoxdur. Ha, gəlib də şkafdan çıxardı, sənin əlbə corab verir. Başa düşmək olmur. Sən. Ay Fidan, mən kutqamı buradan asmışdım. Hardadır mənim kutqam? Əynində də qutqan. Məsələn, sən mənim... Aa! Yarım saat gəlirəm. Hadi keçək o bir videoya. Oğlum, sənə bir şey etiraf etməliyəm. Artıq böyümüsən, bunu bilməyə haqqım var. Nə etiraf? Biz səni ananla yanan demişik. Nə yalan? Uşağı dünyaya hazır elə götürmür. Nə? Deməli, uşaq dünyaya necə gəlir? Bir oğlanla bir qız tanış olur, sonra evlənirlər. Yəni sonrası daha maraqlıdır. Ay kişi, mənim 34 yaşım var. Elə bilirsən bu yaşa kimi mən öyrənməmişəm uşaq dünyaya necə gəlir? Bilirsən? Bilirəm. Bəs onda niyə evlənmirsən? Ay gicdir. Bəs onda niyə evlənmirsən? Səni tanımağıma çox məmnun oldum. Mən də şad Hansı yenə görüşürük? Mütləq görüş. Oldu evə çatanda xəbər et. Sağ ol. Qızlar, bugün həyatımın ən bərbad deytinə çıxdım. Qaqaş bildiyin red flagdir. Deməli bu gün yerimdən durdum, günəşi salamladım, idman elədim, duş aldım, makiyaj etdim. 2 ildir ki münasibətim yox idi. Dedim, bugün o var. Bu da mənim bugünkü lookum. Linkləri storydə paylaşmışam. Qaqaşla bir həftə olar tanış olmuşuq. Tanış olduğumuz gün başladı love bombingə. Açığı bir insanın bir günə mənə aşiq olmasına inanıram. Çünki niyə də yox? Amma qızlar, siz olun, love bombingə düşməyin. Dünən danışmışdıq ki 28-də görüşək. Okey dedim. Hazırlaşarım, gəlib məni götürər. Amma metro ilə gedirəm. Yaxşı ki birinci günlər metro Buna bir dənə reaksiya verim də. Qoqoyuz aramızda babat şeysən ha. avtobuslarda Mastercard ilə NFC ödəniş edəndə gediş haqqı 1 qəpik olur. Belə ekonomiya elə axırda özümün maşın alacağam. İlahi, bir insan nə qədər boş-boş danışar, dəqiqə başı da zarafat eləyirdi. Yalandan gülürdüm ki pis olmasın. Özdə soruşdum bundan yüksələnin nədir? Sразу dedi qız. Özünüz başa düşdünüz də. Oğlan soruşdu məndən açsan, dedim yox. Amma mən yox dedimsə, deməli acam da deməyəcəm ki, apar məni restorana. Nəysə, elə Acac parkda gəzdi, elə buna görə də tez bazar oğlandan ayrıldım ki, gedim heç olmasa qoğal yeyim, qarnım doysun. Yəni bildiyin rasxodsuz deyil. Özüm ödədim, özüm yedim, özüm gəzdim, canım özüm. Ona görə qızlar, mən həmişə deyirəm, öz ayaqlarınızın üstündə durun. Heç bir kişiyə möhtac olmayın. Hələ üstsüz axırda deyir ki, görüşərik. Gözdə görüşdük. Dostlar, video burada qutaraq. İnşallah gələcək səfərki videolarda görüşərik. Kanala abunə olmağı unutmayın. Sizin dəstəyinizə çox ehtiyacım var. Ha, belə. Özünüzə müğayət olun. Sevilirsiniz. Bay bay.